Yaxınlaş bura. Bu gördüyünüz avtomobil BMW F10 avtomobildir və avtomobil sahibi bizim yanımıza yaxınlaşdı. Daimi müştərimizdir. Son 1 il yarım bundan qabaq bizim yanımızda olub. İndi yenidən yaxınlaşdı yanımıza. Nədir burada problem? Deməli, arxa elastikini sökürük. Arxa elastikini söktük. Baxın, bu arxa elastikdə cırıqlıq var. Gördüyünüz kimi cırılıb bu. Bu orijinal ilə əvəz olunacaq. Daha sonra yaxınlaş bura. Qardaşın avtomobili deməli 200 min yürüyüş məsafəsi var avtomobilin. Karabkanın gördüyünüz kimi filtri sökmüşük. Orijinal karabka filtri ilə, orijinal karabka yağı ilə əvəz olunacaq. Adaptasiya proqram işlərlərdə görüləcək. Və bundan əlavə olaraq karterdə problem var. Bu karter plasmas karterdir və bunlar çox uzun ömürlü olmur. Bu karterdə yenisi ilə, orijinal ilə əvəz edəcəyik. Və bundan əlavə olaraq mühərrik yastığı gördüyünüz kimi iz salıb. Bir tərəf yaxşıdır, demək buradan dayananda sol tərəf yaxşıdır, sağ tərəf pisdir. Pis olduğuna görə də hər ikisi də dəyişilməlidir. Yəni bir tərəf dəyişilməyi effekt vermir heç vaxt. Mühərrik yastıqlarda dəyişiləcək, bütün işlər lazım işlərlə görüləcək. Farasında tərləmə var, faranı da düzəldəcəyik ki, tərləməsin. Nə işlər varsa görüb inşallah avtomobil sahibini güləri üzrə yola salacağıq. Kimin ki avtomobilində problem var, bizim servis seçib yaxınlaşa bilərlər. Qoyduğumuz ehtiyat hissələrində detallara da zəmanət veririk gördüyümüz işlərdə. Təşəkkürlər.